Qurban təbriklər bir daha. Bu oyuna müxtəlif mövzulardan yanaşa bilərik. Onlardan bir də hakimlikdən bağlıdır. Oyunun gedişində müəyyən müəmmalar var idi. İndi hələlik tam dəqiqləşdirə bilməmişik. Orada ədalətsizlik nə dərəcədə idi, səhvlər. Amma sanki əvvəlki illərlə müqayisədə komanda, futbolçular həm də Avropa səhnəsində hakimliyə qarşı da dirəniş göstərməyə, xarakter göstərməyə bacarır. Bu mövzuda da biraz dəyişiklik var. Bu mənada bir tarixi ilk yaşadıq. Bununla bağlı fikirlərinizi ilk olaraq. İlk öncə təbrik edirəm futbolçularımı və azarkeşlərimizi təbrik edirəm. Həqiqətən mən əvvəl də fikirlərini bildirdim elə oyundan sonra həmən. Sanki bu qalibiyyət azarkeşlərimizin haqqı idi. Belə soyuq havada bu cür dəstək oldular bizə. Bizə əlavə futbolçulara əlavə motivasiya verdilər. Mən onları təbrik edirəm. Hakimliyə gəldikdə hakimlik bəli kənardan biz belə görürdük. Amma iki epizod var idi, hansı ki, bəlkə rəqib qapısına da penalti verə bilərdi. Sadəcə belə oyunda, bu cür oyunda bu dəqiqələrdə bu cür penalti vermək əlbəttə ki, bizə heç də xoş deyil. Və əgər orada əminlik yoxdursa, amma belə hallar olub, yəni bugün hakimlikdən danışmağımız bəlkə də düzgün çıxmaz. Məncə də qalibiyyətdən daha çox danışsaq yaxşıdır. Sadəcə sanki o penalti futbolçulara əlavə bir motivasiya verdi. Və futbolçuların da özlərini çox intisamlı apardılar. Hakimə də etirazlarını çox belə kultur, belə mədəni, bəli, daha mədəni bildirdilər. Amma yəni hakimdir, yəni başa düşmək olar onları, amma dediyim kimi bəlkə məğlub olub sonradan 2 gol vurub qalib gəlmək bu daha ləzzətli oldu. Hər bir işdə xeyir var, yəni xeyrlisi buymuş. Roman, həm də indi hələlik oyunlar davam eləyir. Mərhələnin taleyi baxımından bir sualım olacaq. Siz növbəti turda rəqiblərin oyunlarını daha çox düşünəcəksiniz, yoxsa Liverpool oyununu, yəni mərhələnin taleyi baxımından? Təbii ki, biz indi rəqiblərin oyunlarını izləyəcəyik, amma Liverpool'la oyunda mən futbolçularımı çox istərdim ki, bu cür böyük kluba qarşı, bu cür böyük stadionda, bu cür İngiltərənin ən köklü, ən tarixi klubuna qarşı futboldan, oyundan həzz alsınlar, ən başda çəkinməsinlər, cəsarətli olsunlar və bugün burada göstərdiyi oyunu çalışıb orada göstərməyə, hansı ki, daha çox topla oynamaq və ola bilər daha çox baskı oldu, ola bilər yəni bu tam başqa bir komanda, tam başqa bir səviyyədə ümumiyyətcə İngiltərədə stadionlarda oynamaq. Məncə biz o biri oyunları düşünməyərək bu oyunu hazırlaşacağıq və bu oyunu futbolçular o cür oynamalıdırlar. Yoxsa yəni sonluğu belə deyək də yaxşı ləzzət ala bilməzlər oyundan. Qısaca olaraq Qurban müəllim, növbəti mərhələ barədə soruşmaq istəyirdim. Belə deyək də, biz bir dramatik oyunla başladıq Benfica oyunu ilə və daha bir dramatik oyun. Sanki o Benfica oyununun o bizə verdiyi o inamla, o enerji ilə o bir oyunları istədiyimiz nəticələrə çatdıq. Bugün daha bir dramatik oyun və bununla da daha bir mərhələ keçəcəyimizə ümid eləmək olar. İndi orada rəqib məsələsi sualdır və s. Amma komandada o xarakteri, o özgüvən artımını hiss edirsinizmi? Var, mütləq şəkildə var. Çünki ümumiyyətcə mən həmişə bildirmişəm ki, böyük klublara qalib gəlmək həm futbolçulara özünə güvən verir, həm də böyük bir təcrübə toplayırıq və ondan başqa əgər bugün şansımız varsa biz niyə ondan istifadə etməyək və bugün əgər biz o ilk 24-lükdəyiksə son oyunda da niyə mübarizə aparmayaq və futbolçuların məncə böyük bir təcrübə aldılar bugün də. Ümumiyyətcə bu Çempionlar Liqasından həm oyun sayı çox oldu, həm baxmayaraq hələ qrup mərhələsi bitməyib, amma yeni formatla keçirilən. Yəni belə komandaların, ümumiyyətcə belə klubların həm Bakıya gəlməsi, həm bizim futbolçuların təcrübəsini artırır, həm də futbolu azarkeşlərimizə sevdirir və onların da sevgi ilə stadionlara gəlməsi bu əlavə bir motivasiya verir və əlavə bir üstünlük verir bizə.